Salam əziz izləyicilər, bugün dövlət qulluğu üzrə imtahana düşmüş fonetika mövzusuna aid suala baxırıq. Demək, sualda belədir. Deyir ki, fonetika sözünün vurğusu hansı hecadadır? Biz bilirik ki, İK hecası vurğu qəbul etmir, artıq E hecasına vurğu düşəcək. Əgər bu qayda yadımızdan çıxırsa, o zaman fonetika sözünü hecalara ayırırıq. Fonetika. Və hər bir hecanı vurğulu şəkildə deməyə çalışırıq. Demək, əgər düşünürüksə, o hecasına vurğu var, bu zaman bu hecanı vurğulu şəkildə daha xaosunu demək lazımdır. Fonetika. Artıq bu şəkildə bizim tələffüzümüz yoxdur. Demək ki, o hecasına vurğu yoxdur. Daha sonra ne hecasına baxaq? Deyir ki, fonetika. Fonetika. Aha, demək ki, vurğumuz bu E hecasındadır. Əgər düşünürüksə, İ hecasındadır, bu zaman İ hecasını daha vurğulu şəkildə deyirik. Fonetika. Fonetika. Artıq burada da belə bir tələffüzümüz olmadığı üçün demək ki, İ hecasına da vurğu yoxdur. Daha sonra K hecasını daha vurğulu şəkildə deyək. Fonetika. Fonetika. Yəni bu şəkildə deməliyik ki, bura vurğu salır. Demək ki, burada da vurğulu desək, tələffüzümüz düzgün alınmayacaq. Artıq bu hecada vurğu var. Yəni ikinci hecada vurğu var. Cavabımız B variantı. Daha sonra keçək növbəti sualımıza. Növbəti sualımızda deyilir ki, hansı söz səhvdir? Baxaq, kəmsəvat sözü düz yazılıb, şirniyyat sözü düzdür, rəsmxət sözü bir t ilə yazılmalıdır, 2 t ilə rəsmxət olmalıdır. Bu şəkildə. Artıq 2 t səhv, buna görə cavabımız B variantı. Sonra keçək növbəti sualımıza. Növbəti sualımızda deyilir ki, səhv yazılmış sözləri müəyyən edin. Baxaq, bateriya sözü düz yazılır, bekar sözü bikar olaraq yazılmalıdır. Bikar. Casus sözü düzdür, dedektiv sözü detektiv olmalıdır. Fokus sözü düzdür, füsunkar sözü isə səhvdir, füsunkar olmalıdır. Cevabımız 2, 4, 6. Sonra keçək növbəti sualımız. Növbəti sualımızda da deyir ki, səhv yazılmış sözləri müəyyən edin. Aha, baxaq, səhmdar sözü səhv yazılır. Burada İ olmamalı. Səhmdar. Bu şəkildə məşhur sözü düzdür. Ş, H, R. Yəni birinci Ş hərfi, daha sonra H hərfi yazılmalıdır. Şöhrətli sözünü yadda saxlaya bilərsiniz. Şöhrətli. Ş, H, R. Daha sonra zəncir sözü düz yazılıb. Tövüşmək sözü səhv yazılıb. Y yox, tövüşmək olmalı. Tərcübə sözü səhv yazılıb. C ilə R yerini dəyişməlidir. Tərcübə. Bu şəkildə yazılmalıdır. Zərif naxışlı isə düzdür. Demək cavabımız 1, 4 və 5. Sonra keçirik növbəti sualımıza. Növbəti sualımıza baxırıq. Deyək ki, tələffüzü səhv verilmiş sözləri göstər. Baxaq, savadlı sözü düz yazılıb. Çünki tələffüzdə savadlı olacaq. Yəni yazılış savadlıdır. Tələffüzdə isə savadlı olacaq. D, T samitinə keçəcək. L isə D samitinə keçəcək. Şadlıq sözü səhv yazılıb. Şadlıq olmalıdır tələffüzdə. Şadlıq. Bu şəkildə tələffüz olmalı. L samiti tələffüzdə D samitinə keçməlidir. Tərəddüd sözü isə yenə səhv yazılıb. Tərəddüd olur. Tərəddüd. 2 dənə D samiti tələffüzdə olmalıdır. Düzdür, səhvdir. Gözəllik sözü düzdür. Çünki gözəllik sözü necə yazılır? Ç ilə yazılır. Gözəllik. Tələffüzdə isə gözəllik. Bu şəkildə tələffüz olunur. Məşğələ sözü düzdür. Məşğələ yazılır. Məşğələ də tələffüz olunur. Demək, cavabımız 2 və 3. Bu qədər.